Avropa İnsan Hakları Məhkəməsinin önündən. Bəli, Avropa İnsan Hakları Məhkəməsində 3 işə baxıldı. Mən ümidvaram ki, hüququ bir qiymət veriləcək. Bəli, ARHD az sayt olaraq beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktor İsmail Zalov sizin qarşınızdadır. Bilirsiniz, bu şəxslər çox təəssüflər ki, adlarını indi çəkəcəyəm, çox təəssüflər ki, bunlar Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Tural Sadıqlı, Elşad Məmmədov, Qabil Məmmədov, Manaf Cəlizadə, Məhəmməd Mirzəli kimi şəxslər cinayət törədiblər. Bəli, Azərbaycan Respublikasının prokurorluğu tərəfindən cinayət işi qaldırılaraq qiyabi məhkəmə də qərar verib. Ancaq çox təəssüflər olsun ki, bugünə qədər Azərbaycana bu şəxslər təhvil verilmir. Mən ümidvaram ki, Beynəlxalq Interpol bu şəxsləri, yerləri də bəllidir, yurtları da bəllidir. Ancaq Beynəlxalq Interpol bunları tutaraq Azərbaycan dövlətinə qısa müddətdə təhvil verməlidir. Buna ümidvaram ki, qısa müddətdə təhvil verilərək bu şəxslər Azərbaycan Respublikasının qanunu ilə cəzalanmalıdır və cəzalarını da çəkməlidirlər. Nə üçün ki, bu şəxslər şəbəkə şəxslərdir, bunlar saxtakardırlar, bunlar terrorçulardılar, bunlar sosial şəbəkədə dırnaq arasında özlərini bir bloger kimi, özlərini jurnalist kimi, siyaset xadimi kimi təqdim edirlər. Çox təəssüflər ki, bunlar nə siyasətçi deyirlər, nə jurnalist deyirlər, nə Avropada da bunlar mətbuat işçi kimi qeydiyyatdan da keçməyiblər. Və Avropada bunları tanımır bir jurnalist kimi, ancaq bloger kimi tanıyırlar. Çox təəssüflər ki, Avropa bunlara niyə himayədəlik edir? Çox maraqlıdır. Bunlar söyüş bir kampaniyası hər zaman aparırlar. Ona görə bunlar qısa müddətdə, mən bir daha da ümidvaram ki, qısa müddətdə bu şəxslər Azərbaycan dövlətinə təhvil veriləcək. Əziz həmvətənlərim, biz Azərbaycan Respublikasının vətəndaşıyıqsa, Azərbaycan pasportunu, şəxsiyyət vəsiqəsini üzərimizdə gəzdiririksə, Azərbaycan dövlətimizi müdafiə etməliyik. Azərbaycan dövlətimizi qorumalıyıq. Bələnçinə insanlar demək olarsa, insan deyirlər, bunlar bir məxluqdurlar, bunlar bir virusdurlar. Həm Avropaya da virus gətirirlər, həm Azərbaycan vətəndaşlarıdır, bunlar bir virusdurlar. Bunların da bir müalicəsi yoxdur. Bunların yeganə bir müalicəsi qanunla bu şəxslər cəzalanmalıdır. İnandırıram ki, ümidvaram ki, bu şəxslər çox qısa bir zamanda Azərbaycan dövlətinə təhvil verir.